Səbail kitabxanasında təşkil olunan mütaliə həvəskarları və maraqlı kitablar rubrikasında iştirak etmək qərarına gəldim. Bugün sizə psixologiyanın atası sayılan Sigmund Freud'in Seksuallığın Psixologiyası kitabı haqqında danışacağım. Freud insan ruhunun dərinliklərinə enərək göstərdi ki, seksuallıq yalnız bədənə aid bir istək deyil, bütün psixikanın quruluşunda əsas rola malikdir. Cəmiyyətin bastırdığı, dinlərin günah saydığı bu enerji əslində insanın yaradıcılığının, arzularının və psixoloji problemlərinin kökündə dayanır. Bu kitabda o, uşaqlıq dövründən başlayan seksual instinktləri, bastırılmış arzuların insanın şəxsiyyətinə və davranışlarına təsirini açıq şəkildə ortaya qoyur. Freud'in fikirlərinə görə, cinsəllik yalnız bioloji ehtiyac deyil, eyni zamanda mədəniyyətin, dinin və cəmiyyətin formalaşdırdığı ən güclü psixoloji qüvvələrdən biridir. Freud bu kitabda uşaqlıq travmalarından tutmuş, yuxu simvollarına, nevrozlardan cinsi identifikasiyaya qədər insan psixikasının qaranlıq tərəflərini açır. İnsanın gizli istəklərini, tabularını və bastırılmış enerjilərinin insanın psixoloji sağlamlığına təsirini araşdırmaq istəyirsinizsə, Seksuallığın Psixologiyası kitabını və digər maraqlı kitabların özünü və ya PDF versiyasını Mərkəzi Səbail kitabxanasından əldə edə bilərsiniz. Təşəkkürlər.